Açığı, mən ilk yaralananda düşünmürdüm ki, bir daha idmanla məşğul olaram. Ancaq mənim kurs yoldaşım hal-hazırda bizim komandanın hücumçusu Qurban Əliyev məni xəstəxanada ziyarət elədi və ziyarətdən sonra o ilk gündən dedi ki, belə bir futbol komandası var, gəl bizə qoşul, inşallah hər şey yaxşı olar. İkinci müharibədən biraz qabaq döyüş tapşırığında yaralanmışam. Rütbəli zabitəm, yüzbaşı, kapitan. İlk öncə onu deyim ki, mən çox xoşbəxtəm ki, belə bir idman növü var. Bu idman növü tarixdə 2-ci Dünya müharibəsindən sonra yaradılıb. Bizim kimi əlil qazilərin reabilitasiyasına dəstək məqsədi ilə. Amma bu inkişaf eləməyə başlayıb. Hal-hazırda da çox sevinirəm ki, mən bu komandanın üzvüyəm və belə deyim, mən ikinci ayağımı demək olar ki, burada tapmışam və bu bizim üçün böyük bir motivasiya qaynağıdır. Mən istəyərdim ki, bu futbol Azərbaycanda daha da böyüsün və bizim kimi olan şəxslər bizə qoşulsun. Belə deyək, həm ölkə daxilində, həm də ölkədən xaricdə bayrağımızı ən yüksək zirvələrə qaldıraq. Birinci növbədə arzu eləmək lazımdır, güclü olmaq lazımdır və əzmlə çalışmaq lazımdır. Təbii ki, biz yeni yaranmışıq. Bu futbol artıq dünyada 50 ildən çoxdur var. Biz yerin yaranmağımıza baxmayaraq bir çox qatıldığımız bütün yarışlarda iddialıyıq ki, biz zəfərlə bayrağımızı qaldırıb gələ bilərik. Buna bizim gücümüz də var, qəhrəman qardaşlarımız da var. Əlavə olaraq bunu da deyə bilərəm ki, son Şotlandiya yarışında biz öz gücümüzü göstərdik. Turnirdə ikinci yerə çıxdıq. Yəni, bu da bizim ilk qatılmağımıza baxmayaraq böyük bir nailiyyətimizdir. Onu deyim ki, biz bu idman növünü ilk öncə həvəs olmalıdır. Bu həvəs bizdə var və bizim ən böyük dəstəkçimiz Azərbaycan Mina Təmizləmə Agentliyi və AFFA-dır. Bunların sayəsində bizim bəzi maddi çətinliklərimiz və baza çətinliklərimiz aradan qalxıb, bizə sadəcə məşq eləmək qalır və bizim kimi insanları buna inandırmağa qalır ki, gəlin bizə qoşulun. Çünki hər bir insan buna inanmaya bilir. Çünki düşünür ki, mən səli ilə topa necə vura bilərəm, amma bizdə yeni qatılan uşaqlar da var. Biz onu bağrımıza basırıq və onları özümüz kimi daha da, belə deyim, bu idmanı sevdiririk. Onlar da bir müddət sonra bu futboldan ayrılmaq istəmirlər.